Bəli, bir daha hər birinizi Kosmik Texnologiyalar konfransından salamlayırıq. Hal-hazırda bizim olduğumuz zal müxtəlif ölkələrin təmsilçilərinin yer aldığı zaldır. Öncəki efirlərimizdə məhz bugünkü konfransda 35 ölkədən 112 şirkəti təmsil edən 400-dən çox nümayəndənin iştirak etdiyi barədə məlumat vermişdik. Hal-hazırda isə məhz Çinin stendini görürsünüz. Bilirsiniz ki, dünyanın texnologiya nəhənglərindən biridir. Bəs bundan yola çıxaraq həm Çinlə eyni zamanda digər ölkələrlə son dövrlərdə əldə etdiyimiz əməkdaşlıqla bağlı danışmaq istərdik. Hal-hazırda bizimlə birbaşa bağlantıda Azərkosmosun sədrinin müşaviri Vüqar Bayramov var. Hər vaxtınız xeyir olsun Vüqar müəllim. Əməkdaşlıqdan danışmaq istərdik. Son dövrlərdə hansı ölkələrlə əməkdaşlıq əldə etmişik? Eyni zamanda biz bilirik ki, dünən Türk Dövlətləri Təşkilatlarından bir toplantı həyata keçirilib. Məhz bunun nəticələri və eyni zamanda buradakı təmsilçilərlə bağlı sual ünvanlamaq istərdik. Bəli, qeyd etdiyiniz kimi dünən 23 aprel tarixində Türk Dövlətləri Təşkilatının Kosmik Agentliyi rəhbərlərinin 4-cü iclası keçirilmişdir. İclas çərçivəsində üzv və müşahidə olan ölkələr arasında birgə küp peyk layihəsi sahəsində çalışmağı qərara alınmışdır. Həmçinin əlbəttə ki, ölkələr arasında kosmik ekosistemin inkişafı, elmi mübadilə, virtual kosmik akademiyasının yaradılması, coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığın qurulması bir daha qeyd olunmuşdur və razılaşdırılmışdır. Bugün isə 24 aprel tarixlərində biz digər bir tədbirdə iştirak edirik. Kosmik Texnologiyalar Konfransı tədbiri dünyanın 35 ölkəsindən qeyd etdiyiniz kimi 400-ə yaxın beynəlxalq iştirakçının topladığı bir tədbirdir. Azərkosmos da əlbəttə bu tədbirdə həm tərəf olaraq, həm təşkilatçı olaraq iştirak edir. Əsas məqsəd bizim dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq əlaqələrin qurulmasıdır. Bildiyiniz kimi Azərkosmos dünyanın 50 ölkəsində kommersiya fəaliyyəti göstərir və bu tədbir çərçivəsində də həmçinin Türkiyə, Özbəkistan, Çin və digər ölkələrlə əməkdaşlıq əlaqələrin qurulması nəzərdə tutulubdur. Əsasən, əlbəttə, biz bugün telekommunikasiya sahəsində, yeri məsafə müşahidəsi sahəsində xidmətlər göstərir və bu sahədə də həmçinin əməkdaşlıq müqavilələrinin imzalanması nəzərdə tutulubdur. Yeni kosmos sahəsi olaraq biz həmçinin də digər ölkələrə strategiya sahəsində, strateji yol xəritəsinin yazılması sahəsində, kosmik fəaliyyət haqqında qanunun yazılması sahəsində, təlimlərin və konsultasiyaların keçirilməsi istiqamətində də həmçinin dəstək göstəririk və bu sahədə də əməkdaşlıq əlaqələrin qurulması nəzərdə tutulubdur. Çox təşəkkür edirik ətraflı məlumat üçün. Biz isə burada baş verən prosesləri təbii ki, diqqətlə saxlamağa davam etdiririk. Hələlik bizdən bu qədər. Sözü yenidən sizə ötürürük.